Və eyni zamanda sən Quranı tədəbbür edəndə artıq dərk edirsən ki, bütün qullar, tək sən yox, bütün hər bir kəs Allaha möhtacdır. Zərrə qədər xeyir olsa belə, onu Allah verir sənə. Zərrə qədər şər olsa belə, yenə də o Allahın izni olmadan sənə toxuna bilməz. Bütün qullar, bütün məxluqat Allah Azza və Cəlləyə möhtacdırlar. Həqiqi bir şəkildə möhtacdırlar. Sən bunları möhtac deyəndə heç kim düşünməsin ki, bəzi işlərində möhtacdırlar. Xeyr, elə deyil məsələ. Hər bir zərrədə möhtacdır. Zərrə qədər. Bax, görsən deyir zərrə. Zərrə nədir? Ən kiçik bir şey. Nəfəs alman, nəfəs vermən, o suyu udman, gözünü yumman, açman, düşünə bilmən, yerində sabit qala bilmən, əzalarının sabit yerdə qalması, yeriməyin, yatmağın, durmağın, bir şeyi tutmağın, hamısı Allahın rəhməti sayəsindədir. Hamısı Allahın müvəffəqiyyəti sayəsindədir. Yoxsa sən bacarmazsan, sən möhtacsan Allaha. Bax, bu dərəcədə. Bu dərəcədə hər zərrən, ürəyin hər döyüntüsü Allahın əmri iləndir. Hər aldığın nəfəs Allahın əmri iləndir, icazəsi iləndir. O ürəyin döyüntülərinin sayı var. Yazılıb artıq. Ondan artıq bir dəfə belə döyünə bilməz. Aparatlara, dərmanlara və s. güvənmə. Allaha güvənməlisən. Bu dərəcədə sən möhtacsan. Bax, biz burada danışırıq. Yeyirsən, içirsən, yatırsan, durursan, amma ürəyin fəaliyyət göstərir. Sən yuxudasan, ürək döyünür. Qanı pompalayır bədənivə, bütün bədənivə, bütün zərrələrivə, bütün hüceyrələrivə qan pompalanır. Gecə, gündüz, 24 saat. Durdusa problem yaranır. Bunları kimdir nizama salan? Kimdir idarə edən? Öz-özünə deyil, hamısını Allah idarə edən. Bax, sən o dərəcədə Allaha möhtacsan. Bir an qəlbin durdu, ölüm. Artıq öldün sən. Yoxsan artıq bu dünyada. Fikir ver, gör nə dərəcədə sən Allaha möhtacsan. Qəza olar, birdən təyyarə düşər, sadəcə orada göydə, sadəcə dənizdə birdən gəmi batar, sadəcə orada möhtac deyilsən. Qalaların içərisində, isti yerində yatdığın anda, o ən şirin qarnın tox, üstün isti, əynin isti, o anda belə ən kamil formada sən Allaha möhtacsan. Mən bunu hələ ifadə eləyə bilmərəm, o necə kamillikdirsə. Təsəvvür elə, heç görməmisiniz qardaşlar, stəkanı əlində tuta bilməyən adamlar var. Əsir. Görmüsünüz? Özü nəfəs ala bilməyən adamlar görmüsünüz, aparat qoşurlar. Gözləri görməyənləri görmüsünüz. Yeriyə bilməyənləri görmüsünüz. Çeyniyə bilməyənləri görmüsünüz, qardaş. Suyu uda bilməyənləri görmüsünüz. Bax, bu nə deməkdir? Və sən amma onları heç düşünmədən, heç fikirləşmədən eləyirsən onlara. Avtomatik özü davam eləyir hər bir şey. Yatırsan, yuxuda ürəyin döyünür. Nəfəs alırsan. Nəfəs özünə gedir, gəlir. Allah Azza və Cəllə elə yaradıb ki, səni bir tərəf üstə saatlarla yatmırsan. Allah elə yaradıb ki, yuxuda belə olsan, müəyyən saatdan bir çevrilirsən. Sağa, sola, o tərəfə, bu tərəfə əzaların hərəkət eləyir ki, durğunluq yaranmasın, laxtalanma olmasın və s. Amma elə xəstələr var ki, onları nəzarət altında müəyyən saatdan bir onu rejimlə çevirirlər. Sağa, sola, o bir tərəfə, komada və s. olanlar. Yoxsa onların bədənləri tamamilə iflas eləyər. Bax, sən isə yuxuda bunlar özü Allahın qoyduğu nizam üzrə özü davam eləyir. Bax, o dərəcədə sən möhtacsan Allaha. Yuxulayarsan, aylarsan ki, əlin ayağın işləmir. Sən yuxudasan, o işlər özü gedir Allahın izni ilə. Şuurlu bir şəkildə eləyirsən? Yox. Faktda xəstədir, komadadır. Onu həkimlər sağa sola çevirir. Müəyyən bir rejim qoyurlar ki, filan saatdan sonra bu tərəfinə çevir, filan saatdan sonra əlini hərəkət etdir, filan saatdan sonra yeməyini ver, filan saatdan sonra filan. Eləməsə, nə olsun ki, aparatlara qoşuludur? Qan işləməyəcək, hətta qanqrena verə bilər, laxtalanar, qanı çürüyər bədən, məhv olar, gedər. Amma sən yuxuda ikən Allah sənə bunları gör necə asanlaşdırıb, sən özün hiss etmədən bu şeylər hamısı avtomatik gedir. Bax, bu Allaha möhtaclığımızın bariz nümunələrindən biridir, qardaş. 8 saat, 10 saat insan dayanmadan yatır. Bu az bir müddət deyil ki. Hələ olduğun kimi, daş kimi yatsan, nə olar? Məhv olarsan. Hətta Əshab-ı Kəhf haqqında gələn xəbərlərdə gəlir ki, Allah onları çevirirdi. Onlar da yuxudaydı. 300 il yatmışlar, amma Allah onları istəsəydi Allah olduqları kimi də saxlayardı. Sadəcə bu da Allahın qüdrətidir, hikmətidir. Baxın, qardaşlar, İmam Əcuri rahimehullah deyir ki, kim deyir Allahın kəlamını tədəbbür eləyərsə,
öz Rəbbini tanıyar. Onun qüdrətinin nə dərəcədə əzəmətli olduğunu, onun hakimliyinin nə dərəcədə əzəmətli olduğunu anlayar. Eyni zamanda möminlərə olan əzəmətli fəzilətini anlayar. Ki, necə möminlərə qarşı Allah Azza və Cəllə rəhimlidir. Necə onları növbə-növ nemətlərlə nemətləndirir. Və beləcə o, özünün üzərinə vacib olan ibadətlərini başa düşər. Və Allahın ona fərz etdiyi ibadətlərini anlayar və özünə bunu vacib eləyər. Anlayar ki, Allah ona nələri vacib eləyib. Anlayandan sonra qul da özünə bunu vacib eləyər. Biləndə ki, Allah ona müəyyən işləri qadağan eləyib, o da öz nəfsinə bunları qadağan eləyər. Quran oxuyarkən, Quranı tədəbbür edərkən, kim bu sifətlərdə olarsa, bax, o Quran əhli olar. Quran onun üçün şəfa olar. Kim ki bu halda olarsa, Quran onun üçün şəfa olar. Bax, bu cür insan, Quranı tədəbbür eləyən insan, Allahın əmr etdiklərini anlayıb, öz nəfsinə bunları vacib eləyən, Allahın qadağan etdiklərini bilib, öz nəfsinə bu qadağaları qadağan eləyən insan deyir, malı olmadan zəngin olar və nəsli, əşirəti, nəsəbi olmadan izzətli olar. İnsanların qorxduğu şeylərdən o qorxmaz. Bu cür insan deyir, hər hansı bir surəni oxuyarkən Qurandan, onun məqsədi o surədən dərs çıxartmaq olar. Hansı faydaları bundan çıxarım? Necə faydalarım? Buna necə əməl edim? Daha məqsədi olmaz ki, mən bu surəni necə eləyim, tez qutarım, oxuyum, qutarım. Çünki bu gerçək bir şəkildə bunu anlayıb. Bilir ki, bu Quranda bunun üçün faydalar var, ibrətlər var burada. Mücərrədən oxuyub üzərindən keçməz. Çünki deyir, mücərrədən Quran-ı Kərim oxumaq ibadətdir. Ona görə də qəflətdə olmaz. Qəflətdə ibadət olar. İbadət edərkən insan qəflətdə olmamalıdır. İnsan ayıq olmalıdır. Nə etdiyini anlamalıdır. Quran oxumaq da özü özlüyündə bir ibadətdir. Özü özündə bir ibadət. Ona görə sən Quran oxuyarkən nə etdiyini, nə oxuduğunu anlamalısan. Qəflətdə olmamalısan. Quran oxuyarkən qəflət olmaz. Tədəbbür eləməlisən. Anlaya-anlaya oxumalısan. Ona bunu da müvəffəq eləyən yenə də Allah. Bax, ona görə deyir, biz Quran-ı Kərimə baxanda görürük ki, Allah Azza və Cəllə bizləri daim Quran-ı Kərimi tədəbbür eləməyə çağırır. Bax, Ən-Nisa surəsi 82-ci ayə. Allah Azza və Cəllə buyurur ki, Əfələ yətədəbbərunəl Qur'an وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ لَوَجَدُوا ف۪يهِ اِخْتِلَافًا كَثِيرًا. Allah Azza və Cəllə buyurur ki, məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə onda çoxlu ixtilaf tapardılar. Yəni, ziddiyyətlər tapardılar. Bax, insanların, məxluqların hazırladıkları işlərdə, yazdıkları işlərdə, söylədikləri fikirlərdə, özlərindən olan fikirlərində daim sən ziddiyyətlər taparsan. Amma Quran-ı Kərimi Allah Azza və Cəllə Muhammed sallallahu aleyhi ve sellemə 23 il ərzində nazil edib. 23 il. Bu 23 il ərzində nazil olan, minlərlə ayəsi olan Quranda bir dənə belə ziddiyyət yoxdur. Və bu özü belə onun Allah tərəfindən nazil olmasının bir dəlilidir. Və Allah Azza və Cəllə ona işarə çəkir. Və digər ayə Muhammed surəsi 24-cü ayə Allah Azza və Cəllə buyurur ki, Əfələ yətədəbbərunəl Qur'anə əm alə qulubin əqfaluhə. Məgər onlar Quranı düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır. Fikir ver. Yəni, biz Quranı tədəbbür etməliyik, düşünməliyik. Qəlbi qıfıllı insanlardır Quranı tədəbbür edə bilməyənlər, tədəbbür etməyənlər. Yəni, Allah Azza və Cəllə onları qınıyır. Məgər onlar Quranı tədəbbür etmirlər? Yoxsa qəlbləri qıfıllıdır. Yəni, qəlbləri qıfıllarının, qəflətdə olanların əlamətidir tədəbbür etməmək. Amma digərləri, möminlər isə nə etməlidir? Quranı tədəbbür etməlidir. Digər ayə, Sad surəsi 29-cu ayə Allah Azza və Cəllə buyurur ki, Kitabun ənzəlnəhu iləykə mübərəkun liyəddəbbəru əyətihi və liyətədəkkərə ulul əlbəb. Bu Quran ayələrini düşünsünlər və ağıl sahibləri ibrət götürsünlər deyə sənə nazil etdiyimiz mübarək bir kitabdır. Yəni Allah Azza və Cəllə bu Quranı indirib Muhammed sallallahu aleyhi ve sellemə ki, ağıl sahibləri ibrət alsınlar. Necə ibrət alırsan? Tədəbbür eləyərək, mənalarını anlamağa çalışaraq. Quranı elə üzündən qəflət içərisində oxuyub keçmirsən. Bunun bir ibadət olduğunu anlamalısan və tədəbbür içərisində bunu oxumalısan. Və həmçinin Allah Azza və Cəllə bəyan eləyir ki, insanların hidayətə yönəlməmələrinin səbəbi
doğru yoldan, sırat-ül müstakimdən azmalarının səbəbi Quranı tədəbbür etməmələridir. Quranı tədəbbür etməmək, onun mənalarını anlamamaq, tədəbbürünü tərk etmək insanın sırat-ül müstakimdən, doğru yoldan azmasının və haqqa hidayət olmamasının səbəblərindəndir və ən böyük səbəbidir. Və Quranı dinləməyə, Qurana belə deyək ki, təslim olmağa təkəbbürlük göstərməyin əlamətidir. Təkəbbürlük göstərir, Qurana tabi olmur, dinləmir və bu onu doğru yola yönəlməkdən də nə edir? Uzaqlaşdırır. Hidayətdən uzaqlaşdırır. Bax, Allah Azza və Cəllə buyurur ki, Müminin surəsi 66, 67, 68-ci ayələr. Ayələrim sizə oxunurdu, siz isə arxanızı çevirirdiniz, yəni üz çevirirdiniz. Həm də Kəbə əhli olduğunuz üçün özünüzü insanlardan üstün görərək təkəbbürlük edib, eyni zamanda gecələr pis sözlər danışırdınız. Yəni Kəbənin ətrafında toplanaraq Quran barədə pis sözlər danışırdılar. Digər ayədə Allah Azza və Cəllə buyurur ki, məgər kafirlər bu söz haqqında, yəni Quran haqqında düşünmürlərmi? Yoxsa onlara ulu babalarına gəlməyən bir şey mi gəldi? Yəni yeni bir şey. Düşünmürlər. Yoxsa onlara ulu babalarına gəlməyən bir şey mi gəldi deyir. Yəni təəccüblənirlər. Buna görə üz çevirirlər, təkəbbürlü edirlər və bu da onları hidayətdən məhrum eləyir. Və həmçinin Allah Azza və Cəllə Quran barədə xəbər verir ki, o möminlərin imanlarını artırır. Möminlər Quran oxuyaraq imanları artır. Tədəbbür edirlər, fikirləşirlər, anlamaya çalışırlar və bu onların imanlarının artmağına səbəb olur. Bax, Allah Azza və Cəllə Ənfal surəsi 2-ci ayə buyurur ki, İnnəməl mu'minunəl-ləzīnə izə zukirallahu vəcilət qulubuhum və izə tuliyət aleyhim əyətuhu zədəthum imanən və alə rabbihim yətəvəkkəlun. Mömin olanlar deyir, o kəslərdir ki, Allah anıldığı zaman qəlbləri qorxudan titrəyər. Allahın ayələri onlara oxunduqda imanları artar. Yalnız öz Rəbbinə təvəkkül edərlər. Yəni, möminlərin imanları artır Quran oxunarkən, qardaşlar. Və bu, eyni zamanda Əhlüsünnə vəl Cəmaənin dəlillərindəndir. İmanın artıb azalmasına dair. Bəziləri inkar edir. Bax, deyir, Quran oxunduğu zaman onların imanları artar. Artan bir şey eyni zamanda azalır. Artır, azalır.